Kuala Lumpur və Bangkok Cənubi Şərqi Asiyanın iki ən məşhur şəhəridir. Bu videoda mən çalışacağım ki, sizə hər iki şəhər həm oxşar tərəfi, həm də fərqli məqamları barədə məlumat verim. Çünki çox güman ki, siz bu iki şəhərə səyahət etməyi planlaşdırırsınız və seçim edə bilmirsiniz ki, hansı şəhər sizin üçün daha da uyğun olacaq. Ona görə də bu videonu sona qədər izləyin və ümid edirəm ki, sizi maraqlandıran suallara cavab tapacaqsınız. Gəlin başlayaq. İlkin olaraq gəlin hava şəraitindən başlayaq. Deməli, hər iki şəhərdə hava il boyunca isti olur. İsti deyəndə, yəni günorta hardasa 30-35 dərəcə, yəni axşam tərəf, yəni səhər tezdən hardasa 20-25 dərəcə isti olur da, adətən belədir. Amma orada əsas məqam yağışlardır. Misal üçün Kuala Lumpur şəhərində demək olar ki, yəni istənilən vaxt gedə bilərsiniz. Çünki hava şəraiti dediyim kimi eynidir. Yağışlar da Kuala Lumpur şəhərində yəni eyni səviyyədə olur da hər ay. Yəni ola bilər ki, bəzi aylarda biraz çox olsun, biraz az olsun, amma yağışlar yəni tropik yağışlardır da. Elə bir ki, Kuala Lumpur şəhərində mən olmuşam iyul ayında, orada deməli birdən-birə qəfil yağış başladı, elə başlayanda leysan olur. Amma 2 saat hardasa, maksimum 3 saat yağış yağır. Sonradan günəş çıxır və 1-2 saata qupquru olur. Heç baxanda demərsən ki, elə bir yağış yağıb. Bangkokda isə səyahət etmək üçün ən yaxşı aylar deməli noyabr, qış aylarıdır. Noyabr, dekabrdır, yanvardır, fevraldır, mart aylarında da getmək olar. Artıq aprel ayından başlayaraq yağışlar başlayır və ən çox yağışlar olur ki, avqust, sentyabr, oktyabr aylarında. Demək ki, bu aylarda Bangkoka səyahət etmək yəni məsləhət deyil. Bax belə. Deməli, sonra təbii ki, əsas məqam o uçuş biletləri. Təəssüflər olsun ki, Bakıda nə Kuala Lumpur şəhərinə, nə Bangkok şəhərinə birbaşa uçuşlar yoxdur. Hələ ki, bəlkə nə vaxtsa olacaq. Ona görə ora, yəni Bakıdan rahat uçmaq üçün ya Qatar hava yolları ilə uçursunuz, ya da Air Arabia hava yolları ilə. Yəni Qatar hava yolları Doha şəhərindən uçur. Təbii ki, Air Arabia isə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən uçur. O Air Arabia nisbətən büdcə hava yolları olduğundan onlarda biletlər nisbətən ucuz olur. Amma yenə də baxır nə vaxt alırsınız, endirimlər varmı, yoxmu? Amma hardasa 1300 manatdan 1500-1600 manata qədər bu civarda biletlərin qiyməti dəyişir, bu aralıqdadır. Sonra avia biletlərindən sonra təbii ki, sizə ən maraqlandıran məqam olacaq ki, bəs bu ölkələrə getmək üçün viza tələb olunurmu, yoxsa yox? Başlayaq Malayziyadan. Malayziya getmək üçün Azərbaycan vətəndaşları üçün viza tələb olunmur. Sadəcə, yəni tək Azərbaycan vətəndaşları üçün yox, yəni bütün ölkələrin vətəndaşları üçün, yəni əksər ölkələrin vətəndaşları üçün deyək. Deməli, Malayziyanın yəni miqrasiya saytı var. O saytda sadəcə qeydiyyatdan keçmək lazımdır. Yəni uçuşdan 3 gün əvvəl çox sadə bir qeydiyyatdır. Yəni pasport məlumatlarınızı qeyd edirsiniz, ad soyad, doğum tarixi. Yəni nə vaxt gəlirsiniz, hansı oteldə qalacaqsınız, bu kimi sadə bir məlumatlar, onları doldurursunuz. Belə təsdiq, e-maildə təsdiq gəlir. Onu özünüzlə yəni çap edə bilərsiniz, telefonda da saxlaya bilərsiniz. Yəni Bakıda da uçanda aeroportda onu soruşurlar. Bir də ora çatanda bu sərhəddə təqdim edirsiniz. Artıq sistemdə yəni özü qeyd aparırlar və belə rahat yəni ölkəyə keçirsiniz. Tayland'a gəldikdə isə ora viza tələb olunur. Sadəcə artıq bu vizaya müraciət onlayndır. Təəssüflər odur ki, yəni əvvəllər Tayland səfirliyi Azərbaycanda yox idi və vizaya müraciət etmək üçün
cəmaət məcbur idi sənədləri Ankarada olan səfirliyə göndərsin və bu yəni vaxt aparırdı, yəni əlavə hərc tələb edirdi, çox vaxt gedirdi. Amma indi isə proses çox rahatdır. Yəni onlayn elektron viza müraciət edirsiniz. Orada təbii ki məlumatları daxil edirsiniz. Sizdən tələb olunan sənədlər, deməli pasport kopyası, yəni uçuş bileti, otel rezervasiyası, bir də bir sənəd var. Orada yəni istəyirlər ki, hər hansı bir sübut təqdim eləyəsiniz ki, siz Azərbaycanda yaşayırsınız. Yəni mən bildiyimə görə, yəni sürüş vəsiqəsi təqdim eləmək olar. Mən şəxsən götürdüm bu MyGovAZ portalından yaşayış yeri, qeydiyyat ünvanı barədə arayışı tərcümə elədim notariusda. Onu çap elədim, notariusda tərcümə təsdiq elədim, belə formada göndərdim. Amma bir məqam, onu nəzərə alın ki, yəni o viza, Taylandda viza onlayn olsa da sənədləri çox gec baxırlar da. Yəni 15 iş günü, bu da hardasa yəni 3 həftə, ən azı 3 həftə olur. Yəni həm də nəzərə alın ki, məsələn Taylandda hər hansı bir dövlət bayramı olsa və ya Türkiyədə hər hansı bir dövlət bayramı olsa, bu müddətlərə təsir eləyir. Ona görə də yəni 1 ay, 2 ay qabaq hardasa müraciət etsəniz yaxşı olacaq. Sonra deməli valyuta mübadiləsi. Bir yaxşı məqam odur ki, yəni hər iki ölkədə, həm Taylandda, həm Malayziyada, yəni təkcə dollar deyil də, özünüzlə də avro da gətirə bilərsiniz, nə bilim funt da ola bilər. Yəni bütün bu Avstraliya dolları, Kanada dolları, yəni bu çünki turistlər çox gəlir bu ölkələrə. Yəni ona görə də yəni əsas valyutalar ki var, onları rahat dəyişdirmək olur. Sadəcə bir məqamı qeyd edeyim, yəni hər iki ölkədə eyni, yəni oxşarlıq var. Məsələn ki, dollar və avro, əgər məsələn 100 dollardır, 50 dollardır, 100 avro, 200 avro belə bir böyük əskinazlar olanda məzənnə nisbətən yaxşı olur. Amma əgər xırda əskinazlar olanda, məsələn 50 dollar, 20 dollar, yəni 50 avro, 20 avro məzənnə nisbətən aşağı olur, amma fərq çox cüzidir. Yəni məsəl üçün, yəni onu heç hiss eləmirsiniz. Bir də Bangkokun plusu ondan ibarətdir ki, məsələn valyuta dəyişəndə mecbur sənəd istəmirlər. Özdə nöqtələr çoxdur. Şəhərdə sərbəst yaxınlaşırsınız, pulu təqdim edirsiniz və yerli pula dəyişdirirlər. Amma Malayziyada sizdən yəni pasport istəyəcəklər. Yəni sürücülük vəsiqəsi, bu kimi sənədlər keçmir də. Yəni onlar əksər yerlərdə sizdən pasport istəyirlər. Sonra nəqliyyatdan danışaq. Yəni hər iki şəhər çox müasir şəhərdir. Yəni və məsəl üçün aeroportdan şəhərin mərkəzinə ekspres qatarlar gedir. Yəni çox rahatdır, qiymətləri də münasibdir. Və üstünlüyü odur ki, yəni tıxacda qalmırsınız. Çünki şəhərlər çox böyükdür, tıxaclar da orada, yəni dəhşətli tıxaclar olur. Ona görə həmin bu ekspres qatarlarla şəhərin mərkəzinə gəlmək daha yaxşıdır. Oradan da baxır sizin oteliniz harda yerləşir. Oradan ya piyada gedə bilərsiniz, ya metroya minib gedə bilərsiniz, ya da taksi də götürə bilərsiniz. Yəni artıq şəhərin mərkəzində olanda taksi ilə gedəndə o qədər çox vaxt aparmayacaq. Çünki aeroportlar kifayət qədər uzaq məsafədə yerləşirlər şəhərin mərkəzindən. Ona görə də yəni, həm də bu ekspres qatarlarla gəlmək daha da məsləhətdir. Sonra şəhərin daxilində deməli hər iki şəhərdə yəni çox yaxşı metro sistemləri var. Yəni həm yer üstüdür, həm yer altıdır. Yəni avtobuslardan istifadə eləməmişəm çünki avtobuslar yenə də tıxacda qalır. Ona görə də yəni metrodan istifadə etmək daha da rahatdır. Yəni istənilən yerə getmək olur. Təbii ki, avtobuslar da var, taksilər də var. Taksilər orada standart taksilərdən başqa belə moped taksiləri də var. Yəni kim fərqli bir təcrübə istəyirsə, bu moped taksidən istifadə edə bilər. Mən istifadə eləmişəm, çox rahatdır. Yəni qiymətləri də çox ucuz olur da. Məsələn üçün, nə bilim yaxın məsafə 50 qəpik ola bilər, nə bilim 1 manat ola bilər.
Və ya taksiləri sifariş eləmək üçün, yəni Grab tətbiqi var. O, yəni bütün bu Şərqi Asiya ölkələrində işləyir. Orada həm taksi olur, həm mağazalar olur. Bizdə necə Bolt var. Sadəcə orada bizdə ayrı-ayrı tətbiqlərdir. Məsələn, Bolt Food'dur, Bolt taksilər üçün ayrıdır. Orada bir tətbiqdə olur, yəni Grab. Amma Bolt, yəni məsəl üçün Malayziyada Bolt yoxdur, amma məsəl üçün Taylandda var. Taylandda yəni əgər sizdə Bolt varsa, Boltdan da rahat istifadə edə bilərsiniz. Növbəti məqam deməli qalmaq üçün yerlər. Burada seçim kifayət qədər çoxdur hər iki şəhərdə. Yəni başlayır, yəni gündə 10-15 dollar olan hostellərdən və sonra 20-30 dollardan da otellər başlayır və sadə otellər olur, balaca otellər olur, brend otellər də olur. Yəni orada bir 50 dollara, 100, 200, 300 dollara, onun bəlkə də ondan da baha otel tapa bilərsiniz. Bu artıq sizin büdcənizdən asılıdır. Bir də əgər siz Airbnb saytından istifadə edirsinizsə, burada çox böyük komplekslərdə mənzillər də kirayə götürmək olar. Mən şəxsən oteldə qalmışam, yəni belə sadə bir oteldə, yəni Airbnb heç vaxt istifadə eləməmişəm. Ona görə bu barədə heç bir məsləhət, tövsiyə verə bilmərəm. Otellərdən sonra gəlin bu yemək barədə danışaq. Yəni bu gündəlik nə qədər hərciniz çıxa bilər. Qiymətlər, yəni deyərdim ki, Kuala Lumpur nisbətən ucuzdur. Yəni əgər gəlin başlayaq küçə yeməklərindən. Küçə yeməklərində yəni qiymətlər hər iki şəhərdə eynidir. Məsəl üçün 3 manata, 4 manata məsəl üçün küçədə yemək yemək olur, amma küçə yeməyi deyəndə bu təbii ki, bu Hindistan deyir, yəni təmiz, səliqəli, yəni yerlərdə, yəni yeməklər də kifayət qədər yaxşı olur, yemək tapmaq olur. O ki artıq biraz mollara gəldikdə, biraz orta kafelərə gəldikdə Kuala Lumpur nisbətən ucuzdur. Orada məsəl üçün ola bilər ki, yenə də 5-10 manat civarında olsun, yəni normal oturub yemək olur. Bangkokda isə biraz bu ola bilər ki, 10-20 manat civarında olacaq, biraz baha olacaq. Və təbii ki, hər iki şəhərdə yəni 5 ulduzlu restoranlar da var, yəni orada gedib orada qiymətlər yəni fərqli ola bilər. Amma bir məqam qeyd eləmək istərdim. Malayziya müsəlman ölkəsi olduğu üçün orada spirtli içkilər çox bahadır. Yəni məsəl üçün adi pivə bakalı məsəl üçün ola bilər ki 15 manata, 10-15 manata bəlkə taparsınız. Bangkokda bu məsəl üçün 4-5 manat olur. Ona görə. Bir də dediyim kimi bu Kuala Lumpur şəhər müsəlman ölkəsi olduğu üçün orada gecə klubları, yəni bu kimi yerlər çox azdır və orada qiymətlər həddindən artıq baha olur. Amma Bangkok əksinə, orada turistlər əylənməyə gəlirlər, orada gecə klubları, barlar kifayət qədər çoxdur. Qiymətlər də orada, yəni Kuala Lumpur şəhəri müqayisədə nisbətən ucuzdur. Sonra gəlin shoppingdən danışaq. Deməli, hər iki şəhərdə kifayət qədər çox ticarət mərkəzləri var. Yəni orada da həm sadə brendlər, həm də yəni bahalı brendlər də var. Bundan əlavə ticarət mərkəzlərində əylənmək üçün fərqli yerlər var. Yəni bizdə olduğu kimi yəni kinoteatrlar da var, yəni bəzi yerlərdə. Yəni akvarium da var, fərqli yəni maraqlı yerlər var. Ona görə də ora gedib yəni maraqlı vaxt keçirmək olur. Bir də təbii ki, yəni bizdə olduğu kimi orada da talkuşkalar da var. Orada da gedib yəni ucuzvari şeylərə də baxıb almaq olar. Sonra dil məsələsi. Deməli, hər ölkənin öz dili var təbii ki, amma ingiliscə yəni danışa bilərsiniz. Yəni çünki hər iki ölkəyə kifayət qədər çox turist gəlir. Ona görə də hər iki ölkədə yəni ingiliscə danışmaq olur. Sadəcə deyərdim ki, Kuala Lumpur şəhərində daha çox insan ingilis dilini bilir. Məsəl üçün Bangkokda yəni bəzi insanlar bilir, bəzi insanlar bilmir, amma yenə də yəni Google-dan istifadə edib yəni fikrinizi çatdıra bilərsiniz, tərcümə edib fikirlərinizi çatdıra bilərsiniz. Sonra isə bir məqamı qeyd etmək istərdim ki,
Kuala Lumpur Bangkokla müqayisədə nisbətən təzə şəhərdir, müasir şəhərdir və orada əsasən yəni təzə binalar, göydələnlər var. Bangkokda da həmin binalar var, amma Bangkok yəni biraz köhnə şəhər olduğu üçün orada tarixi abidələr kifayət qədər çoxdur və əgər siz tarixi sevirsə, tarixi abidələri sevirsə, yəni Bangkok sizin üçün daha da yəni məncə uyğun olacaq. Amma yəni müasirlikdə gəldikdə hər iki şəhər müasirdir, hər iki şəhərdə yəni geniş küçələri də var, yəni böyük parkları da var, gəzmək üçün də kifayət qədər çox yerlər var. Yəni tarix baxımından, tarixi abidələr baxımından, yəni Bangkok üstündür bu məqamda. Bir də təhlükəsizlik barədə danışmaq istərdim. Yəni internetdə olan məlumatlara görə Bangkok Kuala Lumpur şəhərinin qat-qat, yəni təhlükəsiz bir yerdir. Amma mən hər iki şəhərdə olmuşam, hər iki şəhərdə gəzmişəm. Yəni sırf mənə görə, sırf şəxsi təcrübəmdən danışıram. Hər iki şəhər çox yəni təhlükəsizdir. Sadəcə məsəl üçün Bangkokda fikir vermişəm. Yəni turistik yerlərdə kifayət qədər çox polis əməkdaşları var. Bir də onların ayrıca turist polisi var. Bilmirəm hansı işlərə də kömək eləyir, amma yenə də Taylandda ayrıca turist polisi var. Yəni bu çox güman ki, yəqin kimsə sizi aldadıb, kimsə sizə yüksək qiymət deyirsə, nəsə bu kimi işlərdə onlar sizə köməklik göstərə bilərlər. Bax belə. Bu da bu videonun sonu olacaq. Ümid edirəm xoşunuza gəlib. Yəni faydalı məlumatlar əldə eləmisiniz. Yəni video xoşunuza gəlibsə bəyənin, kanala abunə olun və əgər hər hansı bir suallarınız qalıbsa, buyurun, zəhmət olmasa kommentlərdə qeyd eləyin və mən həmin suallara cavab verəcəm. Sağ olun.